Qeyd etmək istərdim ki, sərəncam yalnız pensiyaları deyil, eyni zamanda sığorta olunanların fərdi şəxsi hesablarında toplanan pensiya kapitalına da indeksləşdirməsini nəzərdə tutur. Pensiya kapitalının indeksləşdirməsi ölkə üzrə istehlak qiymətləri indeksinin orta illik artım tempinə əsaslanır. Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərə əsasən 2025-ci ilin istehlak qiymətləri indeksi əvvəlki il ilə müqayisədə 5,6% təşkil edib. Buna uyğun olaraq pensiya kapitalları da eyni faiz qədər indeksləşdiriləcəkdir. Məsələn, fərdi hesabda 50.000 manat pensiya kapitalı olan şəxsin kapitalı 2.800 manat artaraq 52.800 manat təşkil edəcəkdir. Bu da o deməkdir ki, pensiya kapitalı təkcə aylıq sosial sığorta ayırmaları hesabına deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirmə yolu ilə artırılır.